Xətti fəza, xətti operator mövzusuna aid olan sualları izah edəcəm. Suala neçə dəqiqə vaxt getməsindən asılı olaraq bu videonu ola bilər bir və ya iki hissədən ibarət olaraq izah edim. Çünki bu mövzuya aid 123-dən təxmini 192-yə qədər 70-ə yaxın test sualı var. 123 nömrəli sualı izah edirəm. A çevirməsinin məxsus ədədlərinin kvadratları cəmini tapın. Ümumiyyətlə verilmiş matrisdə məxsusi ədəd necə tapılır? Məxsus ədədi tapmaq üçün determinant A çıxılsın, lambda vurulsun Y bərabərdir 0 tənliyini həll etmək lazımdır. Y matrisi bilirsiniz ki, vahid matrisdir və vahid matrisdə lambdaya vurmaq onun baş diagonal elementlərində birlər ibarət olur. Vahid matrisdə deməli birləri lambdaya vursaq lambdalar alınır və sıfırları isə lambdaya vursaq yenə də 0 alınacaq. Və verilən A matrisindən də 4, 5, 2 matrisdən də lambda vurulsun Y matrisini çıxanda belə bir ifadəmiz qalır. Bilirik ki, matrisdən çıxanda uyğun indeksli elementlər bir-birindən çıxılmalıdır. Yəni burada qalır 4 çıxılsın lambda, ikinci element 4, 5 olduğu kimi qalır və 2 çıxılsın lambda. Qısa olaraq bundan sonraki izahatlarda mən artıq birbaşa göstərəcəm ki, məxsus ədədi tapanda biz baş diagonal elementlərdən lambdanı çıxmalıyıq. Yəni qısa olaraq bu şəkildə göstərəcəm. Çünki nəticə itibarilə biz həmin şey aldıq. Bütün digər elementlər olduğu kimi qalır, baş diagonal elementlərindən lambda çıxılır. Deməli, indi bizdə bu sualda məxsus ədədlərin özləri yox, məxsus ədədlərin kvadratları cəmi soruşur. İstənilən halda biz belə bir determinant hesablamalıyıq. 4 çıxılsın lambda. 4, 5 olduğu kimi qalır və 2 çıxılsın lambda. Bu determinantı sıfıra çevirən lambdalar bizim olacaq, deməli, məxsusi ədədlərimiz. Və burada iki ölçülü halda determinant hesablamağı bilirik. Baş diagonal elementləri bir-birinə vururuq. 4 çıxılsın lambdanı vururuq 2 çıxılsın lambdaya və yan diagonal elementləri bir-birinə vurub çıxırıq. 4 vur 5, 20. Bu ifadəni açaq. 8 çıxaq 2 lambda çıxılsın 4 lambda üstə gələk lambda kvadrat çıx 20 bərabər 0. Deməli, necə bir ifadə almışıq? Kvadrat tənliyi aldıq. Lambda kvadrat çıxılsın 6 lambda çıxaq 12 bərabər 0. Məxsus ədədin kvadratları cəmi soruşur. Ona görə mən Viet teoremində burada istifadə edə bilərəm. Yəni diskriminantla kökləri tapmasam da olar. Onsuz da köklər dəqiq ədədlər, həqiqi ədədlər alınacaq. Yəni kök altı ifadə ilə olan ədədlər alınmalıdır burada. Ona görə heç tapmıram da onları. Məxsus ədədlərin kvadratları cəmi soruşulur bizdən. Yəni lambda 1-in kvadratı üstə gələk lambda 2-nin kvadratı soruşulur əslində. Bunu müxtəsər vurma düsturuna gətirə bilərəm. Bunu lambda 1 üstə gəl lambda 2-nin kvadratı çıxılsın 2 vurulsun lambda 1 lambda 2 şəklində yazaraq. Deməli, belə bir ifadə biz hesaplamaq məcburiyyətindəyik. Lambda 1 üstə gəlir lambda 2 tənliyin kökləri cəmi Viet teoreminə əsasən əks işarə ilə B-yə bərabərdir. Yəni olacaq 6-nın kvadratı 36 çıxılsın 2 vurulsun lambda 1 lambda 2 isə köklərin hasili mənfi 12-dir. Çıxılsın 2 vurulsun mənfi 12. O da bərabər olur 36 üstə gələk 24 bərabərdir 60. Cavabımızı aldıq. Bu sual biraz vaxt aparan olsa da, amma digər suallarınız bu tipli deyil. Yəni belə də çox vaxt getmir suallara və zaten də mən onların hamısını sizə bir-bir izah edəcəm. Deməli, o bir suala baxaq. 124 nömrəli sualda matrisin məxsus ədədlərini tapın deyilir və dedik ki, biz artıq burada birbaşa baş diagonal elementlərindən yazırıq ki, baş diagonal elementləri çıxılsın lambda, digər elementlər isə olduğu kimi qalır. 1 çıxılsın lambda. Bu determinantı sıfıra çevirən qiymətlər adlanacaq bizim məxsus ədədlərimiz. Mənfi lambdanı 1 çıx lambdaya vursaq, alınar mənfi lambda, üzərinə gələk lambdanın kvadratı. Çıxılsın 1-i də 6-ya vuranda 6 bərabər 0.
Lambda kvadrat çıxaq, lambda çıxaq 6 bərabərdir 0 tənliyi almışıq. V teoriminə əsasən kökləri 6 eləyən ədəd, kökləri cəmi isə 1 eləyən ədəd bizə lazımdır. Və mənfi 6 üçün biri 2-dir, biri 3-dür. Cəmi 1 olması üçün deməli 2 mənfidir, 3 müsbətdir. Diskriminantla da həll edə bilərsiniz. Yəni onsuz da kvadrat tənliyin həll yollarını bilirsiniz. Sonra növbəti sualınız matrisin məxsus ədədlərinin cəmi soruşulur. Burada da yenə biz V teoremini qısa şəkildə tez tətbiq edə bilərik. 3 çıxaq lambda 4, 1 qalır olduğu kimi 3 çıxaq lambda. Belə bir determinantınız 0 olmalıdır. Alırıq burada 3 çıxaq lambdanın kvadratı çıxılsın 4 bərabərdir 0. Burada hansı hallarımız var? Həll eləyə bilərəm, amma kvadrat tənliyi kimi açsam da olar. Onsuz cəmini görəcəm burada. Lambda kvadrat çıxılsın. Müxtəsər vurma düsturuna əsasən burada alınır 6 lambda. Üzərinə gəlinsin 9 çıxaq 4 olacaq. Üzərinə gələk 5 bərabər 0. Və V teoreminə əsasən kökləri cəmini burada görürsünüz. Əks işarə ilə B-yə bərabərdir. Yəni cavab olur 6. Və sonraki suallara baxaq. Fərqli sualı izah etmək istəyirəm. Fərqli olan sualı. Matrisin məxsus ədədlərini tapın qaydanı dedik. 127 nömrəli sualda dayanaq. Bu sualda məxsus ədədlərdən biri bizə verilib 2-dir və biz tənliyin, misalın, daha doğrusu matrisin özündəki elementi axtarırıq. Deməli, əgər 2 məxsus ədəddirsə, onda x-dan 2-ni çıxanda 4, 2 və 3-dən 2-ni çıxanda, yəni dedik ki, baş diaqonaldan bu lambdaları çıxanda determinant 0 eləməlidir. Ona belə bir determinant 0-a bərabər olmalıdır və biz buradan x-i tapa bilərik. 3 çıx 2 1 eləyəcək. Deməli, bu determinant olur x çıx 2-nin biri hasili, yəni x çıx 2 çıxılsın 8 bərabərdir 0. X da bərabərdir 10. Deməli, bu element 10 imiş. Məxsus ədədlərin hasilini tapın. Yenə də qaydanı bildik. 129 nömrəli sualda sadəcə burada bir ipucu verim ki, bunu siz yaza bilərsiniz. Lambda 1 üstə gələk lambda 2-nin kvadratı çıxılsın 2 lambda 1 lambda 2. Bu şəkildə yaza bilərsiniz. Çünki birinci sualımız da belə bir sual vardı. Kvadratları cəmi istəyirdi. Və aldığınız ifadədə müxtəsər deməli V teoreminə əsasən köklərin cəminin kvadratından kökləri hasilin 2 mislini çıxıb bu ifadəni ala bilərsiniz. Bu sualın üzərində çox dayanmıram. 130 nömrəli sual fərqli sualdır. Bu tip misalları həll etmək üçün nə edə bilərik? Qısa üsul deyəcəm. Y bərabərdir AX sizdən soruşulursa, deməli biz burada x-ları A-lara uyğun olaraq, yəni bu matrisi vurmaq şəklində deməyək də, yəni mən bunu qısa olaraq deyəcəm əslində. Yəni sadəcə elementləri bir-birinə vura bilərsiniz. Və ya bu bir ölçülü olan halda bunu x üstü t-yə, yəni transpondiri olunmuş variantına vurulur. Daha sonra alınan cavab yenə çevrilir. Yəni uzun vaxt getməsin deyə mən sadəcə sizə qısa olaraq demək istəyirəm ki, birinci sətr elementlərini bu qayda ilə x-lərə vurub toplayın. Yəni alınacaq 0 üstə gələk 0 üstə gələk 1. Birinci elementimiz 1-dir. Sonra ikinci sətri vurub toplayın. Mənfi 1 üzərinə gələk 2 üzərinə gələk 2. 3 oldu. Və nəhayət üçüncü sətri vurub toplasaq, alırıq mənfi 1 üzərinə gələk 4, üzərinə gələk 1. Bu da eləyir 4. 1, 3, 4. Cavabınız bu olur. 1, 3, 4. Yəni qısa, daha tez həll etmək üçün mən ən qısa yolunu dedim sizə. Yəni matrisləri çevirib aldığınız hasili təzədən bir də çevirməyəsiniz deyə. Nəzəri olan suallara çalışın, ötüb keçməyəsiniz. Nəzəri olan suallar asan da olur. Mühazirənizin içində olan lemmalar, təriflər, teoremlərdən ibarət olan təkliflər formasında olur. A matrisi B matrisinə vurmaq üçün zəruri şərt. Biz bunu dəfələrlə demişik əvvəlki qaydalarda. A matrisi M vur, N ölçülü, B matrisi də N vuraq, K ölçülü olanda, yəni A matrisinin sütunları sayı B matrisinin sətirləri sayına bərabər olanda onları vurmaq olar. A-nın sütunları sayı B-nin sətirləri sayına bərabər olmalıdır. Cavabınız belə olacaq. Məxsus ədədləri tapın demirik. Məxsusi vektordan bir sual işləyək. Məxsus ədədlərin tapılmasından dediksə, vektorun da tapılmasından deyəcəm. Hətta bundan sonra bir dənə də sual izah eləyərəm. Biz yenə də onsuz da məxsus ədədləri tapmalıyıq. 2 çıx lambda 4, mənfi 1, mənfi 3 çıx lambda. Bərabərdir 0 həll edib məxsus ədədləri onsuz tapmalıyam.
2 çıx lambdanı mənfi 3 çıx lambdaya vursam, alaram mənfi 6. Üstə gələk 3 lambda. Sonra çıxaq 2 lambda. Üstə gələk lambda kvadrat. Və 4 də 1-ə vuranda üstə gələk 4 bərabər 0. Deməli, buradan nə alındı? Lambdanın kvadratı üstə gələk lambda çıxaq 2 bərabər 0. Və teoreminə əsasən 2 dənə kökümüz var. Bunların biri 2-dir, o birisi isə 1-dir. İndi bunların hansı mənfidir? Hasili mənfi 2 olmalı, cəmi isə mənfi 1 olmalı. Deməli, lambda 1 mənfi 2-dir. 2 dənə kök aldıq. Çox gözəl. İndi bu ədədləri biz istifadə etməklə tənliklər sistemi həll etməliyik. Və bu tənliklər sisteminin həlli olan x1, x2-lər bizim məxsusi vektorun koordinatları, elementlər olacaq. Bunun üçün nə edirik? Məsələn, birinci halda lambda 1-in mənfi 2-yə bərabər olan halını yoxlamaq istəyirəm. Burada cavaba baxmaq istəyirəm, görüm neçə olacaq. Nə edirəm? Lambda 1-i gətirib bu matrisdə yerinə yazıram. Yəni, matrisin özünə yerinə yazıram. 2-dən mənfi 2 çıxanda 4 eləyər. O birisi 4 olduğu kimi qalır. Mənfi 1 olduğu kimi qalır. Mənfi 3-dən mənfi 2 çıxanda mənfi 1 eləyər. Belə bir matrisin axtardığımız məxsusi vektor dediyimiz koordinatlar x1, x2 hasili bərabər 0. Baxın, bu sistem tənliyi biz həll etməliyik. Matrisə vurmaq qaydasını bilirik. Sətri üstünə vurmaq lazımdır. 4x1 üstə gələk 4x2 bərabər 0. İkinci halda isə mənfi x1 çıxaq x2 bərabər 0. Və bilirik ki, bu sistemin sonsuz sayda həlli var. Sonsuz sayda həlli var, çünki determinant 0 olur burada. x1-ə əgər desəm, sabit desəm, bu cavabdakı uyğun olan haldan da deyə bilərəm əslində. Cavabla da gedə bilərəm. Gəlin B deyim, bir dənə B deyim. x1-ə B desəm, onda x2 nə olacaq? x2 əksinə olacaq da mənfi B olacaq. Mənfi B. Deməli, köklərimin biri, cavabımın biri B mənfi B olur. B mənfi B. Və cavabın biri budur. İndi o birisi cavabı tapaq. O birisi cavabı lambda 2 bərabər 1-ə uyğun olaraq tapmalıyam. İndi isə deməli, lambda 2-yə uyğun olaraq məxsusi vektoru tapacağım. Bunun üçün yenə də matrisdə mən lambdanın yerinə 1 yazıram. 2-dən 1 çıxsam 1 qalır, 4 olduğu kimi qaldı, mənfi 1 olduğu kimi qaldı, mənfi 3-dən 1 çıxanda mənfi 4. Belə bir matris vurulsun. x1, x2 bərabərdir 0. Tənliklər sistemi həll olunmalıdır. Birinci sətir, birinci sütun. x1 üstə gələk 4, x2 bərabərdir 0-a. Mənfi x1 çıxaq 4x2 bərabərdir 0-a və buradan da görünür ki, sistem tənliyi sonsuz sayda həlli var. Və bu zaman x2-yə əgər cavabı almağa çalışım, mənfi a deyəcəm, mənfi a. Və baxın, x2-yə mənfi a desəz, onda x1 nə olar? x1-i sağ tərəfə keçirsəm, mənfi 4x2 olacaq. Ona görə də mənfi 4-ü mənfi a-ya vuranda x1 olacaq 4a. 4a. 4a və mənfi a digər məxsusi vektorumuz oldu. Sonra baxın, bir dənə də sual varsa, onu da həll eləyərəm. 134 nömrəli testdə zaten biz bayaqları məxsus ədədləri izah eləyəni dedik ki, determinant a-dan lambda y-ni açıq lambda y-nin determinantı 0-a bərabərdirsə, onda bu məxsus ədəddir. 1-ə bərabər olanı götürməyin, o səhvdir. Kvadratla olan səhvdir. Lambda y bərabərdir mənfi 1 yazmaq səhvdir. Toplama yazmaq səhvdir. Bax, bunları götürməyin, qaydası ilə gedin. 135-dən dedik. 136 xətta birdən məxsus ədədlərini istəyir. 3 ölçülü haldadır. 3 ölçülü halda yaxşı bir dənə sual həll eləyək. Olsun, yenə də baş diaqonaldan biz lambdalara çıxmalıyıq. Baş diaqonaldan çıxırıq lambdaları və burada yenə də biz 3 ölçülü determinant hesablayırıq. Nə alınır? Mənfi 1 çıx lambda vurulsun 3 çıx lambda, bir dənə də vurulsun 0-dan lambda çıxanda mənfi lambda. Sonra digər elementlərə fikir versək 0, 2, 0-dır, 0, 0, 1, 0-dır. Çıxılsın 3, 3, 1. Çıxmanı yazım. 2, 3,
2, əslində burada çıx lambdadır. Çıx lambda, çıx lambda, çıx lambda. 2 vurulsun 3 çıx lambda. Daha sonra paralel olaraq getsək 0, 0, mənfi 1, 0'dır. 0, 0, 2, bu da 0'dır. Bərabərdir 0. Ortaq vuruğu kənara çıxarıram. 3 çıxılsın lambda. Yəni hesablamamı rahatlaşdırmaq üçün eləyəcəm. Mənfi lambdanı lambda plus 1'ə mənfi 1 çıx lambdaya vursam alaram lambda kvadratı üstə gələk lambda. Bir dənə də burada çıx 2 var idi. Bərabər 0. Buradan görünür kökümün biri 3'dür. 3'dən neçə variantım var? 3'dən 3 dənə variantım var. Digərlərini baxıram. O birisi isə diskriminantdan həll etməyəcəm. Viyyətə əsasən deyə bilərəm. Viyyət teoreminə əsasən köklərin biri 2'dir, biri 1'dir. Hasili mənfi 2 olub cəmi mənfi 1 olmaq üçün deməli 2 mənfidir. Və bu da 3 dənə kökünü, sər 3'ünü aldıq. Sonra 137 nömrəli sualdan bir dənədir. Bunun üstünə durmaq istəmirəm. 138'dən izah elədim. Sətir şəklində bir-birinə vurarsınız ki, sürətli cavab alasınız. Eyni ilə 139'u da sətri-sətrə vurarsınız. Bu sualı təkliflər formasında olan sualdır. Bunu izah edirəm, izah etməklə. Amma ki, bundan təkrar olaraq deməli, görün neçə dənə sual var. Təkliflərdən burada deyir, neçəsi doğru deyil. Burada onun əksinə olaraq neçəsi doğrudur soruşulur. Daha sonra eyni təkliflərdə hansılar doğrudur soruşulur və hansılar doğru deyil deyə soruşulur. Birin üzərində izah eləyirəm. Birində. Bütün şərtlərin hamısı birinin üzərində izah eləyəcəm. En ölçülü xətti fəzanın ixtiyari vektoru yeganə qayda həmin fəzanın bazis vektorların xətti kombinasiyası şəklində göstərilə bilər. Bu tərifinizdir. Düzdür. En sayda vektorlardan ibarət sistemin xətti asılı olması üçün zəruri kəfi şərt həmin vektorlardan birinin sistemin yerdə qalan digər vektorların xətti kombinasiyasına göstərilə bilməsidir. Bu da teoremdir, bu da düzdür. Düzdür. A matrisinə malik xətti çevirmə məqsud edin tapanda A üstəgəl lambda kvadrat y ilə etməzlər. A çıxılsın lambda y bərabərdir 0 olmalıdır. Yanlışdır. Determinantın 0'a bərabər olması üçün zəruri kafi şərt onun sütunlarının xətti olmamasıdır, yox olmasıdır olmalıydı. Yanlışdır. A və B matrislərin hasilli rangı olan hər birinin rangından böyük deyil. Bunu düz olaraq qəbul eləyə bilərik. Deməli, yadda saxlayaq 3-4 səhvdir. Qalanlar düzdür. Neçəsi doğru deyil deyirdisə ikisi doğru deyil. Onda neçəsi doğrudur? 3'ü doğrudur. Hansılar doğru deyil soruşulurdusa 3 və 4'ü göstərdik doğrudur. Burada başqa sualdır. Buna baxaq. Burada baxaq, görək bizdən neçə dənə sual da var. Yenə də soruşulur neçəsi doğrudur, neçəsi doğru deyil. Hansılar doğru deyil və hansılar doğrudur deyə bizdən sual soruşulur. Baxaq bir-bir izah edək. Y1, Y-nin vektorların xətti asılı olması sistemi təşkil edərsə, X vektoru onların xətti kombinasiyasından ibarət olarsa bu ayrılış yeganədir, bu doğrudur. R xətti fəzasının ixtiyari sayda xətti asılı olmayan elementi varsa, R sonsuz ölçülü xətti fəzadır, bu da doğrudur. A, B matrislərinin rangları üçün rang A plus B ayrı-ayrılıqda A plus B-nin rangından böyükdür. Gəlin, primitiv olaraq belə bir suala baxaq. Matrisləri toplamaq üçün onlar eyni ölçülü olmalıdır. Tutaq ki, A matrisi 3/4 ölçülüdür, B matrisi də 3/4 ölçülüdür. Onda ən yaxşı halda bunların rangı cəmi 3'ə bərabər olacaq. Və eyni ilə biz fərz etsək ki, A matrisinin rangı da 3'dür, B matrisinin rangı məsələn 3'dür. Onda bu 3 plus 3'dən böyük olmadı axı. O səbəbdən 3 yanlışdır. Determinant A sıfırdırsa A kvadrat matrisi cırlaşmayan, yox, cırlaşan olmalıydı. 4 yanlışdır. Xətti çevirmə məxsus ədədləri yenə də A kvadrat çıx lambda y yazılıb. Biz dedik axı A çıxılsın lambda y şəklində olmalıdır. Ona görə də 5 səhvdir. Hansılar düz oldu? 1 ilə 2 düz oldu. Burada nə soruşurdu? Neçəsi doğrudur? İkisi doğrudur. Neçəsi yanlışdır? 3'ü yanlışdır. Hansılar doğrudur? Doğru deyil. 3, 4, 5 yanlışdır. Doğru olanlar isə 1 ilə 2 idi. Məxsusi ədədi tapın dedik. Məxsusi ədədlərdən biri 3 olarsa məxsusi vektoru tapın. Məxsusi vektora aid demişdim ki, bir dənə də sualı izah eləyəcəm. Ona görə də bu sualı izah eləyirəm. Lambda 1 3-dürsə onu matrisdə yerinə yazarlar. Lambda 1 çıxaq 3,
daha doğrusu -1 çıxaq 3, -4 olduğu kimi qalır. 5 çıxaq 3. Bu determinant 0-dır da, düzdür. Gərək matris kimi yazaydım. -1-dən 3 çıxsaq -4 eləyər. 2 olduğu kimi qaldı. -4 olduğu kimi qaldı. 5-dən 3 çıxdınız, 2 elədi. Məxsusi vektor hansı vektordur? O vektordur ki, lambdanı yerinə qoyandan sonra x1, x2 hasili 0-a bərabər olmalıdır tənliklər sisteminin. Nə alırıq burada? 4x1 üstə gələk 2x2 bərabərdir 0. Eyni ilə aşağıda da mən tənliyi alıram. 4x1 üstə gələk 2x2 bərabərdir 0 və görünür ki, bu tənliyin sonsuz sayda həlli var. Məsələn, mən burada x1-ə bir dənə c desəm nə olar? x1 bərabər c olsa nə olar? 2x2 bərabərdir 4c olar. Onda x2 də bərabərdir 2c olar. Deməli, həllər cütünüz c, 2c şəklində olacaq. C sabitlərdir də bilirsiniz. Sonsuz sayda həlli var. Sabitlərdir. Məxsusi ədədləri üçün belə bir ayrılış istəyirsə, burada nə edə bilərsiniz? Burada məsələn, məxsusi ədədləri çıx lambda yazıb kvadrat tənlik alandan sonra lambda 1, lambda 2-ni çıxararsınız, mötərizə kənarına qalar, lambda 1 üstə gələk, lambda 2. Yəni, Viet teoreminə əsasən köklərin hasili vurulsun, köklərin cəmi istifadə edə bilərsiniz. 151-i izah edəcəm, bu sualdan deməmişəm. Çox sadə bir şeydir, olduqca sadə bir qaydası var. Çevirməni yazın deyirsə, birinci sütun x1-ə, ikinci sütun x2-yə, üçüncü sütun isə x3-lərə vurulmalı. Yəni, görün birincidən nə alırsınız? 3x1 üstə gələk. x2 0-dır. Olacaq, çıxılsın 6x3. 3x1 çıxaq 6x3. Görürsünüz, burada var. İkincini yazanda nə olacaq? 1 dənə x1, 3 dənə x2, 4 dənə də x3. Bu ifadə alınır. Sonuncuda -x1, x2 0-dır, yoxdur. 2x3. Baxın. Eyni ilə bunun tərsi də var. Yəni, çevirməni verib və matrisi soruşur. Sadəcə əmsalları nəzərə alacaqsınız. Çox sadə bir şeydir. Yəni, bu tipli sualları əzbərləməyə çalışmayın. 3 ölçülü halda matrisin məxsus ədədin tapılmasından göstərdim. Yenə də tənlik həll edəcəksiniz. Məxsusi vektorun da tapılmasını izah etdim. 155-i deyirəm. Yenə də bu suallar rahat suallardır. Bunların üzərində çətinlik çəkməyin. A çıxılsın B. A matrisi verilmiş birinci çevirmənin əmsallarından ibarətdir. B matrisi isə ikinci çevirmədə. Yəni, burada A çıx B soruşulursa, siz elə x-dan x çıxsaz qaldı 0 dənə x, 2y-dən 2y çıxsaz qaldı 0 dənə y, 2z-dən də 4 dənə z çıxsaz qaldı -2 dənə z. Eyni ilə ikinci tənlikdə -2-dən 4 çıxsaz -6, 3-dən 5 çıxsaq -2, -1-dən də -2 çıxsaq -1. Və sonuncusu -x-dan -2x çıxanda 1 dənə x qalır, 2y-dən 4y çıxanda -2y qalar, 3z-dən də 5z çıxanda -2 qalar. Baxın, bu da sizin cavabınız. Cavabımız tamamilə düzgündür. Yəni, bir-birindən çıxırsınız da sadəcə. Verilən iki çevirməni bir-birindən çıxırsınız. Yerdə qalan əmsallardan ibarət olan matrisi yaza bilərsiniz. Bir dənə də sual burada vurması ilə olmalıdır. Baxın, bunu deyirdim ki, bu tərsidir. Bayaqki çevirmənin tərsi olan bir sualdır. Əmsallara baxırıq. x1-dən 1 dənə, x2-dən -2 dənə, x3-dən 3 dənədir. İkincisində x1-dən -2-dir əmsalı, x2-nin əmsalı 1-dir, x3-ün əmsalı -1-dir. Üçüncü tənlikdə x1-in əmsalı 1, x2-nin əmsalı -1, x3 yoxdursa, deməli əmsalı 0-dır. Və bu da sizin cavabınız. Belə, bu qədər. Sadəcə əmsallara baxırsınız. 157. Baxın, bu sualı deyirdim. Hasili burada soruşulur. Burada nə edək? Birinci bunu göstərim. Birinci matrisi yazıram. A matrisini yazmaq istəyirəm. A matrisi hansı matris olacaq? X-in əmsalı 1, Y-in əmsalı 2, Z yoxdursa, deməli 0. İkincidə X yoxdur, 0, Y 1 dənədir, Z 1 dənədir. X 1 dənədir, Y yoxdur, Z 3-dür. Bu A matrisi eyni ilə B matrisinə baxsaz, X yoxdur, Y 1 dənə, Z 1 dənə. X 1 dənə, Y yoxdur, Z 1 dənə. X 1 dənə, Y 1 dənə və Z yoxdur. Baxın, bu iki matrisi bir-birinə vurmalısınız.
Məsələn, birinci elementi tapmaq istəyirəm. Hasildə birinci elementi tapmaq istəyirəm. Nə edirdik? Birinci sətri birinci sütun elementlərinə vurub toplayırdıq. 1-i 0-a vursaq 0, 2-ni 1-ə vursaq 2, 0-ı 1-ə vursaq 0. Bunların hamısını toplasaq element elədi 2. Sonra indi hansını tapım? Məsələn, baxım görün bundan neçə dənə cavab var ki, birinci elementi 2 eləyən neçə dənə cavabım var? 2 dənə cavabım var. 2 cavabım. Ona görə də yandakı yox, altdakı elementi tapmaq istəyirəm. Yəni ikinci sətir birinci sütun elementini tapmaq istəyirəm. İkinci sətir yenə də birinci sütun. 0-ı 0-a vursaq 0, 1-i 1-ə vursaq 1, 1-i 1-ə vursaq o da 1, toplayanda elədi 2. Deməli, ikinci elementim də 2-dir. Əslində yerdə qalanların üstü tapa bilərəm, amma vaxtım getməsindən edirəm. Yəni test olaraq onsuz da aldım da cavabı. 2 dənə elementi 2 olan. Burada yalnız bir variant var. Amma seminar sualı olsa, siz buna ya ev tapşırığı olaraq verilsə, sizə həll eləmək istəsəz, misalı tam tamamlamalısınız. Vurmanda mən sizə izah etmişəm. Məxsus ədədləri cəmini tapın, kvadratları tapın, çevirməni tapın. Bundan suallar demişəm. Məxsus ədədlər hansılardır? A kvadrat soruşursa, matrisi əvvəl özünə vuracaqsınız. Matrisin hasilli kvadratını tapacaqsınız. Ondan sonra məxsus ədəd tapmaq lazımdır. Baxım, yenə də fərqli bir sual. İki vektor arasında qalan bucaq, siz bunu onsuz da orta məktəbdən də bilirsiniz. Kosinus vasitəsilə tapılır. Sürətdə skalar hasil. Məxrəcdə isə onların modulları hasili. Aşağıdakılardan hansı doğrudur? Xətti sistemin ixtiyari elementləri bu xətti fəzanın bazisi üzrə yeganə qaydada ayırmaq olar. N ölçülü xətti fəza, N sayda xətti asıl olmayan elementlərdən ibarət olan sistem həmin xətti fəzanın bazisidir. Hansı doğrudur? Xətti fəzanın xətti asıl olmayan elementləri maksimum sayına ölçü deyilir. 172 nömrəli sualdan səhv etmirəmsə testlərin içərisində bir dənədir, amma bunu bazis təşkil etməsi üçün siz sadəcə nə edəcəksiniz? Bunu necə həll eləyərlər? Bunların hamısını bir sırada yazıram. 2, 0, 1. İkincini yazıram. 1, -1, 0 və A3-də yazıram. 0, 1, K. Bu determinant 0 olmalıdır. Baxın, bu determinantı həll edirsiniz ki, 0 olsun, 3 ölçülü halda determinantı bilirsiniz. N ölçülü fəzada nə zaman basis əmələ gətirir? Sayı n olanda. N-ə n-dən yadda saxlaya bilərsiniz. N ölçülü vektorlar fəzasının basis vektorların sayı o da n-dir. Skalar hasilin hansı xassəsidir? Birinci variantda A-nı vuranda yalnız birinə vurarlar. Burada ikisinə də vurulub, ona görə səhvdir. Yer dəyişmə skalar hasildə doğrudur, bu düzdür. X plus y skalar hasilində x-ın y-ə skalar hasili, daha sonra isə y-in y olmalıydı, ona görə yanlışdır. Burada isə kiçik bərabər deyil, bərabərdir. O səbəbdən yanlışdır. Yalnız bir dənə yer dəyişmə xassəsi düzgün verilib. Hansı doğrudur, hansı doğru deyil? Yenə də eyni təkliflər. Birinci vektorlar sistemin xətti asıl olması üçün zəruri kafi şərt birinin digərinin yerdə qalanların xətti kombinasiyası şəklində göstərilməsidir. Bu sizin teoreminizdir. Bu təklif doğrudur. Müəyyən bir alt sistemi xətti asılıdırsa, onda bu sistem də xətti asılıdır. Bu da teoreminizdir. Determinantda hər hansı bir sətir elementləri həmin elementlərin uyğun cəbri tamamlayıcılarının hasili bu determinantın özünü verir. Və bu böyük, sıfırdan böyük də ola bilər, sıfır da ola bilər, mənfi də ola bilər. Ona görə 3 yanlışdır. 2 eyni ölçülü kvadrat matrisin hasilinin determinantı onların determinantı hasilinə bərabərdir, düzdür. R tərtibli minor sıfırdan fərqlidirsə, həmin minor daxilində saxlayan bütün minorlar sıfıra bərabərdirsə, onda matrisin rangı R-dən kiçikdir, yox, elə R-ə bərabərdir. Çünki bir dənə sıfırdan fərqli minor var. 5 yanlışdır, 1, 2, 4. 1, 2, 4 nə idi bizdə? Doğruydu. Onda doğru olmayanlar olur. 3 ilə 5 yanlışdır. Neçəsi doğrudur? 3'ü doğrudur. Neçəsi yanlışdır? 2'si yanlışdır. Təkliflərdən hansı doğrudur? Sistemdə 0 elementi varsa xətti asılıdır. Sistemdə 0 elementi varsa xətti asılıdır. 2 dənə eynidir deyəsən. Eynidir, eyni suallardandır. 182 vektorların ortogonal olması. Bundan sual izah edək. Ortogonal olmaq skalar hasilin 0 olması deməkdir və skalar hasildə necə taparlar? Koordinatları bir-birinə vurub toplayarlar. -1'i 1'ə vursaq -1, 2'ni -1'ə vursaq -2, lambdanı da lambdaya vursaq lambda kvadrat.
Belə bir kvadrat təyinliyi aldıq. Lambda kvadrat çıx 2, lambda çıx 3 bərabərdir 0 və V teoreminə əsasən köklərin hasili 3 ilə 1-dirsə bu ədədlər 3 və 1-dir. Hasili mənfi 3 cəmi 2 olmaz ki, onda 1 mənfidir, 3 müsbətdir. 183 nömrəli sualdan bir dənə də amma izah edirəm. Baxın, burada birinci Y3 gəlir, yəni 3-cü koordinat göstərilməlidir. 3-cü koordinat 5-dir. Sonra ikinci koordinat gəlir, yəni bu Y2-dir. Deməli, ikinci koordinat 3-dür və nəhayət birinci koordinat gəlir, yəni bu Y1-dir. Ona görə də 2 gəlməlidir. 5, 3, 2. 5, 3, 2 cavabınızdır. Lambdanın hansı qiymətində ortoqonaldır? Bundan dedim, skalar asil 0 olmalıdır. Skalar asilin xassəsidir. Yer dəyişmə xassəsi var. Bunun da bayaq sual var idi. Düzgündür. N bazis əmələ gətirirsə, ölçü də elə N-ə bərabərdir. Koşub-Bunyakovski bərabərsizliyi hansıdır? Birincidə bərabərlik yoxdur deyə səhvdir. İkinci düzdür. Koşub-Bunyakovski bərabərsizliyi burada kiçikdir, bərabər olmalı. Burada isə hasil olmalıydı. Yəni səhvlərin də səbəblərini göstərirəm ki, ona görə səhvdir. Deməli, xətti asıllığın göstərilməsi üçün ümumiyyətlə biz demişik ki, əmsallardan heç olmasa birinin sıfırdan fərqli qiymətində bu kombinasiya yazılırsa, ödənilirsə, deməli doğrudur və burada əmsallardan sıfırdan fərqli olan var. Deməli, bu sistem xətti asılıdır. Evklit fəzasına təyin edilmiş vektorlar sistemi ortanormal sistem o zaman adlanar ki, vektorlar cüt-cüt ortoqonal olsun, yəni skalar asilləri 0 olsun və onların hər birinin uzunluğu vahidə bərabər olsun. Skalar asili deməli biz vektorun uzunluğu soruşulur burada. Vektorun uzunluğu yenə deyirəm, orta məktəbdən bildiyinizdir. Hər bir koordinat kvadrata yüksəldilib toplanmalıdır. Kvadrata yüksəldib sonra onları toplayırsınız və aldığınız cavab da kök altında yazmaq lazımdır. Təkliflərdən hansı doğrudur? Bu var idi deyəsən. Tək tərtibli əksimetrik determinant 0-a bərabərdir. Sistemdə 0 element daxilsə, həmən sistem xəttə asılıdır. Bu qədər. Bu mövzunun bütün suallarını həmsini bir videoda çalışdım ki, izah edim. Əgər sualınız yaransa, aydın olmayan nə isə olsa, siz kommentariyalarda yaza bilərsiniz. Mən sizə sonra onları izahlı şəkildə də verə bilərəm. Uğurlar.